Fikir verirsinizsə, əvvəl belə bir deyim var idi ki, BMW rasxoddur, BMW rasxoddur. Amma son illərdə, xüsusən son 2-3 ildə bu sözü biz deyimi demək olar ki, eşitmirik. Bunun isə əsas səbəbi bilirsiniz nədir? BMW F10'lar və F30'lar. Mən də bir neçə il əvvəl şəxsən açıq deyirəm, maşın sektorunda olsam da F10 ilə F30'u ayırt edəmirdim. Sonra birdən-birə Piruslar kimi hər yer BMW F10, F30 oldu. Hər yerə doluşdu F10'lar, F30'lar. Və insanlarımız tanışdı. Birinci təbii ki, alverçilər qəşəng pul tutdular. Çünki mayası münasib idi, satış qiyməti isə baha idi. Qəşəng pul tutdular. Və zamanla F10, F30 gətirənlər o qədər çoxaldı ki, qiyməti yavaş-yavaş gəldi, düşdü. Hətta bu günlər biz Elantra qiymətini F30 ala bilərik. Amma bu F30'u dəyərsizləşdirmir. Sizə tam səmimi deyirəm ki, bax, 4 ədəd müxtəlif BMW olub və F30'un verdiği ləzzət, verdiği güvəni digər BMW modellərdə ala bilməmişəm. Ən önəmlisi etibarlılığını. Mən də F30 almamışdan əvvəl, 2 il əvvəl çox daşındım, düşündüm, görüm almayım. Baxdım ki, yol polisi maşınlarında F30'lar neçə illərdir sürülür və bugün də aktiv formada istifadə olmağa davam edir. Bir-iki yol polisi dostlarımıza zəng vurdum, dedim bu F30 necə maşında almağa dəyərmi? Dedilər bomba kimi, qaqaş, gecə gündüz söndürmürük biz bunu. Yayda kondisionere göre, qışda peçe göre, hem de ki qayda pozan sürücü oldu ki o reski dalınca qaçmağa göre, sürmeye göre söndürmürük. Dedim aha, bu işte bir iş var. El qərəz getdim aldım. Qardaşlar, keçmiş bir maşın əvvəlki sahibi qayışçısıydı. Bakıda işləyirdi, keçdi Bərdəyə, neyse. Aldım o maşını. Başladım sürmeye, sürdüm. Tamına 50.000 kilometre. 50.000 kilometre sürdüm ve bu 50.000 kilometrede bir defa olsun Sivey tabeli açılmadı. Bir defa olsun. Neyse. Dedim, gezdimden yeni maşını görmekten, koydum sayta. Elə evden çıxırdım, çıxdım ayakkabımı giyindim, zəng geldi. Bir kardeş zəng vurdu. Kardeş dedim, başla dönüm, maşın palçıqlıdır, tozludur. Bugün bakma. Dedi, yok bugün bakmak istiyorum. Geldi, baktı, yerimize behini verdi. 3-4 gün sonra geldi, maşını götürdü kardeş. Ağramlı bir kardeş idi. Sattım, apardı ustaya. Bu arada onu deyim, ustada da yoxlatdı. Yani nəsə bir sürpriz problem çıxmadı. Ondan sonra biraz da F30'a bağlandım. Gördüm ki, həqiqətən də F30, xüsusən də B40 və B46 motorlar. Yani 320 və 328'lər. Çox əvəzsiz bir maşın. Yani özünüzdə problemsiz, baş ağrısı olmayan maşın axtarsınızsa ve bununla beraber de sürmekten zövq almak istəyirsinizsə, bak burası çok önemlidir, bunu axıra dedim. Yani olabilir, bak Hyundai sürersiniz, Kia sürersiniz, Toyota sürersiniz, onlar da problemsizdir, okey. Ama sürmekten zövq almak istəyirsinizsə BMW.